Bismillahirrahmanirrahim. Aşura gecəsinin əməlləri. Birinci, Aşura gecəsi müstəhəbdir, savabdır, oyaq qalaq və ibadətlə məşğul olaq. Necə ki, Kərbalada da İmam Hüseyn əleyhissalam həmin gecəni oyaq qaldı. Hətta tarixə əsasən İmam Hüseyn əleyhissalam düşməndən izzətli olaraq heç bir şey istəmədi. İstədiyi şeylərdən biri ancaq və ancaq axirətlə bağlı olmuşdur ki, onlardan biri də bu gecəni döyüşü başlamayaq, ibadətlə məşğul olaq, namaz qılaq. Mən namazı sevirəm. Bəli, Aşura gecəsi müstəhəbdir, bacardığımız qədər oyaq qalaq, ibadətlə məşğul olaq. Həmin gecə ibadət gecəsi hesab olunur. Peyğəmbərimiz də həmin gecə ibadətlə keçirən insan barəsində, onun savabı barəsində belə buyurur. Hər kim Aşura gecəsi oyaq qalarsa və ibadətlə məşğul olarsa, sanki mələklərin ibadətini etmişdir. Bəli. Nə qədər mükafatı var ki, mələklərin ibadətinin savabı o adama verilər sanki. 2. Peyğəmbərimiz həmin gecə Aşura gecəsi 4 rükətli namaz buyurmuşdur, onu qılmaq. Namazlar uzun olsa da borcum deməkdir, bacaranlar o namazları qılsın. Həmin gecə 4 rükət namaz qıl. Hər rükətdə bir dəfə həmd və 50 dəfə Təvhid, Qul Huvallah surəsini oxu. 4-cü rəkətdə namazın salamını dedikdən sonra Allahın zikrini çox de və Peyğəmbərə salam göndər. Mümkün olan qədər Əhl-i Beytin düşmənlərinə lənət yağdır. Bax, bu namazı və namazdan sonra Allahın zikrini çox demək və Peyğəmbərə salam göndərmək, Əhl-i Beytin düşmənlərinə lənəti bu namazı Peyğəmbər birbaşa özü demişdir. Bacaranlar bu namazı inşallah qılsınlar. 3. Digər bir namaz var. 100 rükətli namazdır. Onun forması da belədir. Hər 2 rəkətdən sonra, yəni 52 rəkət qılınacaq. Hər rəkətdə, hər 2 rəkətdən sonra salam de və hər rəkətdə bir dəfə Həmd surəsi, 3 dəfə Təvhid, Qul Huvallah surəsini oxu. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə sadə o zikri ki var, onu deyirik. Subhanallahi velhamdülillahi və la ilahə illallahu vallahu akbar. Və la havlə və la quvvətə illə billahil aliyyil azim. Peyğəmbər buyurur, hər kim bu namazı qılsa, istər kişi olsun, istərsə də qadın, öldüyü vaxt Allah onun qəbrini ətirli edər. Xoş adamın Allah. Allah onun qəbrini ətirli edər və hər gün sur çalınadək, yəni İsrafil mələyin ta şeypuru çalınana da qədər onun qəbrinə bir nur daxil olar. Bu namazı inşallah qılana bax bunlar verirlər. Bismillahirrahmanirrahim. Aşura gününün əməlləri. Aşura günü müsəlman dünyasında, xüsusilə də Əhl-i Beyt sevərlərin nəzərində ən böyük qəm-qüssə bir gündür. Həmin gün İmam Hüseyn əleyhissalam və onun silahdaşları və Əhl-i Beyti ailəsi hamısı Kərbala çölündə susuz, faciəli formada şəhadətə çatdırılmış və qalanlar əsir aparılmışlar. Ona görə də həmin gün şadlıq etməməli və bacardığımız qədər qəmgin olmalı və İmam Hüseyn əleyhissalama salam göndərib qatillərinə lənət deməliyik. Bir neçə əməli də bir-bir sayıb diqqətinizə çatdırıram. 1. Yaxşı olar ki, həmin gün biz evimizə qazanc aparmayaq. Vacib peşəsi olan həkimlər, hərbiçilər, gözətçilər və digər peşələr ki var, onlar xidmətimizdə xalqın qulluğunda dururlar, onlara çıxmaq şərti ilə digər insanlar həmin gün ticarət dalıca, alış-verişə, qazancın dalıca getməsinlər. Ev üçün bir şey almasınlar. Hətta Əhl-i Beyt imamlarımız buyurublar ki, həmin günü özünə qazanc qərarı verən insanın xeyir-bərəkəti olmaz. İmam Rıza əleyhissalam belə buyurur. Hər kim Aşura günü dünya işlərini tətil edərsə, Allah onun dünya və axirət istəklərini həyata keçirər. Sən Aşuranın hörmətini saxla, İmam Hüseyn əleyhissalama xatir işindən keç, Allah sənin dünya və axirət işlərini yerinə yetirər, həll edər. Hər kim üçün Aşura günü qəm-qüssə və yas günü olsa, Allah Taala qiyamət gününü onun üçün sevinc gününü edər. Aşuranı özünə qəm günü seç, qiyamətdə Allah sənin üçün sevincli bir gün həmin gün edər. Və o cənnətdə bizi görüb gözləri aydın olar. Hər kim Aşura gününü özü üçün bərəkət günü hesab edərsə və həmin günü evi üçün bir şey alıb qoyarsa, o malın onun üçün heç bir bərəkəti
olmayacaqdır. Bildiyiniz kimi Əhl-i Beyt düşmənləri yalandan hədislər uydurublar ki, güya Aşura günü xeyir-bərəkət günüdür və Əhl-i Beyt də ona görə bu kəlamları bizim diqqətimizə çatdırır. Başqa bir hədisdə İbn Abbas deyir, Ziqar adlanan bir yerdə Həzrəti Əli əleyhissalamın bir vərəqini, Əmir el-Möminin bu bir vərəqi çıxartdı və mənə oxudu. Orada İmam Hüseyn əleyhissalamın necə şəhid olacağı, kimlərin onu qətlə yetirəcəyi, kimlərin ona kömək edib, onunla birlikdə şəhid olacağı yazılmışdı. Hələ Kərbəla hadisəsi baş verməmiş, Həzrət Əli İbn Abbası göstərir, hadisələr hamısı orada yazılıb. Əmir el-Möminin bunları oxuduqda möhkəm ağladı, mən də ağladım. Bəli, həmin gün bacardığımız qədər qəm-qüssə içində olaq və ruzi dalıca getməyə. Bu bir. 2. İmam Hüseyn əleyhissalamın qatillərinə lənət yağdıraq. Müxtəlif formaları var. Bir-birimizi görəndə Ə'zamallah ucurana bi musabina bil Hüseyn əleyhissalam və cəalana və iyyakum minət-talibinə bi tharih ma'a valiyyihil imamil Məhdi əleyhissalam min ali Muhammed əleyhissalam. Bu zikri deyək ərəbcə. Azərbaycanca da demək olar. Allah Taala bizim müsibətimizi, bu İmam Hüseyn ağanın müsibətinə görə olan müsibətimizi daha da böyətsin, artıq etsin, əcrimizi artırsın. Allah bizi, sizi kimlə görüşəndə həmin gün denən ki, Allah hamımızı İmam Hüseyn əleyhissalamın övladından olan İmam Mehdi əleyhissalam, İmam Zaman ağanın zuhuru ilə İmam Hüseynin qatillərindən intiqam alanlardan qərar versin. Bax, bu duanı Aşura günündə eləyin. Bir-birinizi görəndə qalın, bu əllərinizi qaldırın möminlər, bir-birinizə belə başsağlığı verib bu duanı edin. Və mən də sizdən iltimas edirəm ki, hamımız həmin gün bir-birimizə dua edək, Allah bizi İmam Hüseyn əleyhissalamın qatillərindən intiqam alanlardan qərar versin. 3. Aşura günündə bacardığımız qədər Kərbalada olarıqsa İmam Hüseyn ağanın zəvvarlarına su paylayaq. Kərbalada olmayanlar da elə yaşadığı məntəqədə və bu ildə bildiyiniz kimi get-gedə Məhərrəm ayı Aşura isti aylara təsadüf edir, su paylamaqla, şərbət paylamaqla, çay verməklə İmam Hüseyn əleyhissalamı məhəlləmizdə, küçəmizdə, qonşularımızda, ətrafımızda, iş yerimizdə İmam Hüseyn əleyhissalamı yada salaq. İmam Hüseyn əleyhissalamın haqqında olan rivayət budur. Hər kim Aşura günü İmam Hüseyn əleyhissalamın qəbrinin kənarında olsa, zəvvarlara kömək edib su versə, o həzrətin döyüşçülərinə su vermiş kimi hesab olunlar və Kərbalada o həzrətlə birlikdə olmuş kimi olar. Suyun bildiyiniz kimi İmam Hüseynlə bir bağlılığı var. Su içəndən sonra müstəhəbdir ağaya salam, qatillərinə lənət demək. Necə ki, İmam Hüseyn əleyhissalamı da dəfn edəndən sonra İmam Səccad əleyhissalam, Zeynül Abidin əleyhissalam imamın qəbri üstə su ilə bağlı hədisi yazdı ki, ey şiələrim, su içəndə məni yada salın. Bu isti günlərdə harda olarıqsa, işimizdən, peşəmizdən, olduğumuz mövqeyimizdən, məkanımızdan asılı olmayaraq su verməklə İmam Hüseyn əleyhissalamı yada salaq və İmam Hüseyni tanıtdıraq. Bax, bu savabı tövsiyə edirəm hamısı. Bax, elə harda olursa olsun Kərbalada, yaxud da Azərbaycanda və başqa yerlərdə bu savabı əldən verməyin. Su paylamaqla, şərbət paylamaqla İmam Hüseyni yada salın. 4. İmam Hüseynin qatillərinə 1000 dəfə lənət deyin. Ərəbcəsi belədir. Allahummə lə'ən qətələtəl Hüseyn əleyhissalam. Allah İmam Hüseyn ağanın qatillərinə lənət etsin. Bu, Azərbaycan deyə bilər. 1000 dəfə, bir dəfə deyə bilərsiniz, alınmasa arasında fasilə verməklə həmin gün Aşura günü bu lənəti tamamlamaq yaxşı olardı. İxlas surəsinin 5-ci İxlas surəsini həmin gün 1000 dəfə oxumaq. Aşura günü 1000 dəfə Tavhid, İxlas, yəni Qul Huvallah surəsini oxumağın böyük bir fəziləti vardır. İmam Sadiq əleyhissalam buyurur. Hər kim Aşura günü 1000 dəfə Tavhid surəsini, Qul Huvallah surəsini oxusa, Rəhman Allah ona rəhmət nəzərin salar. Hər kimə Rəhman Allah rəhmət nəzərin salsa, onu cəzalandırmaz. İstəyiriksə cəzalanmayaq, Allahın rəhmətini qazanaq, Aşura günü 1000 dəfə İxlas surəsini oxuyaq, bir dəfəyə alınmasa da bölüb onu gün ərzində oxumaq da olar. 6. Yaxşı olar ki, həmin gün oruç tutmayaq. Dediyimiz kimi Əhl-i Beyt düşmənləri Bəni Üməyyə, Tasua və Aşuranı bayram qərarı veriblər. Həmin günü güya Allaha şükr etmək üçün oruç tutublar. Amma bizim Əhl-i Beyt imamlarımızın buyurduğuna əsasən, o cümlədən bəzi Əhl-i Sünnə qardaşlarımızın da kitablarında vardır ki, bu mötəbər deyil. Bunu Bəni Üməyyə, Əhl-i Beytin İmam Hüseynin düşmənləri eləyiblər.
və həmin günü oruç tutmaq bəyənilmir, məkruhdur. Amma günortaya qədər Aşura günü, əsrə və əsr vaxtına qədər susuz qalmaq İmam Hüseyn ağanın susuzluğunu yada salıb, ona xatir sanki özünü ona oxşadıb yeyib içməkdən çəkinmək, özünü o ağanın yerində hiss etmək, necə ki biri-birini sevərsə, onun qəmgin vaxtında şadlana bilməz, o acdırsa o doyunca yeyə bilməz, o susuzdursa, o teşnədirsə, o sudan sirab olmaz. Biz də İmam Hüseyn ağanın Əhl-i Beytini, o körpə balaları yada salaq və həmin günü əsrə və əsr vaxtına qədər bacardığımız qədər yeyib içməkdən çəkinək və İmam Hüseyn əleyhissalamın qatillərinə lənət deyək və oruc da həmin günü tutmayaq. Sadəcə əsrə qədər ac qalmaq yaxşı olardı. Və digər əməllər də var ki, çalışın həmin günü yetimlərə kömək edin, kimsəsizlərə kömək edin və zarafat etməkdən çəkinin, əylənməkdən çəkinin. Bir sözlə bacardığımız qədər şənlənmək, bu işlərdən, şadlanmaqdan çəkinək. Aşura vaxtı, günorta çağı İmam Hüseynin şadı çatdığı vaxtı müəyyən ziyarətnamələr var. O ziyarətnamələri oxumaq, Məfatül-Cinan kitabında o ziyarətnamələr gəlmişdir. Varis ziyarətnaması var və digər ziyarətnamələr var. Onların arasında ən məşhuru Aşura ziyarətnaməsidir. Bacaranlar 100 dəfə lənət, 100 dəfə salamla oxusunlar. Bacarmayanlar nə qədər bacarır oxusunlar. Heç bacarmayanlar bir dəfə həmin o ziyarət-i Aşuranı lənət və salamla birgə oxusunlar. 10 dəqiqə çəkməz. Sonra 2 rükətdə namaz qılsınlar ki, Aşura ziyarətnaməsinin ildə bir dəfə həqiqi vaxtı Aşura günüdür o ziyarətnamənin və onu fürsəti qaçırmayın. Digər günlərdə imamlarımız buyurub oxuyun. Amma adından göründüyü kimi bu ziyarətnamənin əsl vaxtı Aşura günüdür. Ziyarətnamənin də adı belədir. Aşura ziyarətnaməsi. Və xahiş edirik, bizləri də dualarınızda unutmayın və bütün bunlar ibadətlər, zikirlər, hamısı öz yerində çalışın. Həyatda İmam Hüseyn əleyhissalam kimi yaşamağı öyrənin. İmam Hüseyn kimi haqqı deyin, haqqı müdafiə edin. İmam Hüseynin qəhrəmanlığını, şücaətini özünüz də yaşayın və başqalarına da çatdırın.